Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən Leyla Məmmədbəyova küçəsində təmir işlərinə start verilib. Küçənin ümumi uzunluğu 1700 metr, orta eni isə 11,5 metr təşkil edir. Təmir işləri çərçivəsində küçənin 570 metrlik hissəsində deformasiyaya uğramış köhnə asfalt beton örtüyü xüsusi texnika vasitəsilə frezlənərək ərazidən kənarlaşdırılıb, əvəzində 6500 kvadrat metr sahədə yeni asfalt beton örtüyü döşənib. Bununla yanaşı zəruri hissələrdə səki daşları yenilənib. Təmir işləri inşaat norma və qaydalarına uyğun şəkildə və əvvəlcədən tərtib olunmuş iş qrafikinə əsasən həyata keçirilir. İşlərin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün əraziyə kifayət qədər canlı qüvvə və texnika cəlb edilib. Görülən işlər nəticəsində yol örtüyünün keyfiyyətinin yüksəldilməsi və rahat gediş-gəlişin təmin olunması nəzərdə tutulur.